Ömer vaxtınız xeyir olsun, değerli izləyicilər. Kərim Qurbanov demək Xırdalan ərazisində yaşayır. Ünvanınızı zəhmət olmasa deyin. Heydərəli prospekti, Döngə 4, ev nömrə 100. Hə. Sizin şikayətiniz nədəndir? Şikayətim ki, ara məsafə yox. Ha, bu tikintidir də, bu tikintini deyirsiniz. Bəli, bu tikinti, ara məsafə yarım metr. Qazıyanda da evin divarını çatladıblar. Hə, bu evin divarında çatladıblar. Çatladıblar. Kimə verirsən verəcəyinə görə. Siz hara müraciət eləmisiniz bunu? Biz heç kimə müraciət eləmişik. Bir dənə güya çəkiliş gəldi, çəkdilər. ATV-dəndir, nədən çəkdilər, o çıxıb getdilər. Bir mənası olmur. Şikayət üçün qəbul eləmir. Dəyərli dostlar, şirkətin adını bilmirsiniz, hansı şirkətdir? Bəs deyirlər kimdir, bayaq deyirsiniz ki, güya. Bayaqla bilmirəm kimdir, NTV-də işləyir, polkovnikdir, kimdir? NTV nədir? Milli Təhlükəsizlik Nazirliyində polkovnik, elə deyirlər. Mən bilmirəm kimdir, tanımıram. Adı nədir? Adını da bilmirəm, tanımıram. İcraçının, nə bilim kimin? Bilmirəm, vallahi heç bilmirəm. Heç lövhə də yoxdur. Burada Yox, bir lövhə olsun ki, nədir? bilinsin ki, bu lövhə ilə bağlı ki, ünvan kimdir, burada tikintini kim aparır? Neçə otaqdır sizin eviniz? Eviniz neçə otaqdır? 5 otaq. Bir neçə kvadratdır? 120 kvadratdan yuxarıdır. Buxuna daha saysan 140 kvadrat. Yəni sizə heç bir təklif də olmadı, Heç değil bir mi? təklif olmadı, heç nə görə. Sarmadılar da, gəldilər, qazdılar, tiflər, biz belə keçməyəcək. İndi müraciətiniz kimədir? Müraciətimiz dövlətə kimi olur? Prezidentin yeri, ya usulsunlar prezident sayılırlar, Palavka beşinizdə Palavkada yaşayırız, burada yaşamıyoruz. Ben Palavka səhvlədim, qurum bir dənə yerdə Palavkada yaşayıyorum, ondan sonra sordular da burada. Sayan yoxdur, mənə adam sayan var, hiç yerine koyan yoxdur.